YouTube'da yox, amma kənar platformalarda biz Zeydlə bağlı nəsə paylaşım eləyəndə bir-iki dənə nə deyim, şəngülümlər görürəm rəylərdə. Görməmişin oğlu olub, görməmişin uşağı olub, hamı uşaq dünyaya gətirir. Nə dəqiqə başı uşağı gözümüzə soxursan. Mən YouTube çəkirəm və Allahın hər günü 40 dəqiqəlik, 50 dəqiqəlik, yarım saatlıq videolar paylaşıram. 24 saatı qısa-qısa çəkirəm, toplamda 40 dəqiqəyə sığışdırıb paylaşıram. Zeyd olmamışdan qabaq qızlarımı paylaşırdım, yoldaşımı paylaşırdım, baldızımın uşaqlarını paylaşırdım. Onda heç kəs yazmırdı, görməmişin qızı olub və yaxud da görməmişin nə bilim baldız olub, görməmişin əri olub. Bilmirəm, adam niyə körpə uşağının da paxıllığını çəkər və yaxud da yeni ana olmuş birinin paxıllığını çəkər və yaxud da nə bilim kinliliyin güdər, bilmirəm nədir bu. Amma və lakin, yəni yeni bir şey alanda, çəkib paylaşanda görməmiş falan şey alıb yazmırlar. Və yaxud da Allahın hər günü qızlarımı YouTube'da paylaşıram, bu günə kimi görməmişin qızları olub yazmırlar. Bu uşağı ay deyildi, bir dəfə heç hələ üzünü göstərməmişəm, amma qucağımızda gəzən yerdə, nəm qazını çıxardan yerdə videoya salırıq, ya başımıza gələn maraqlı bir şey paylaşırıq. O dəqiqə başlayırlar görməmişin oğlu olub. Lap belə olub. Birincisi həqiqətən görməmişəm. Yəni ilk dəfədir körpə uşaq görürəm. Bir var yenə bacın, qardaşın, dayın oğlu, xalan oğlu olsun körpə görəsən. İlk dəfə ömrümdə yaxından bu qədər detaylı gördüyüm körpə elə Zeyddir yəni. Həqiqətən məsələ görməmişliyə qalsa görməmişəm. Amma mən bunu başqaları kimi abartaraq, nə bilim, bundan ekstra prim kasaraq bir şeylər paylaşmıram. Mən gündəlik həyatımı paylaşıram. Kim baxmaq istəmirsə çevirsin də. Yəni bu qədər mənfi rəy şeyi başa düşürəm. Ümumiyyətcə YouTube-a aid deyil, digər platformalar bilmirəm fikir vermisiniz yoxsa yox. İnsanlar elə bil aqressiyalarını qusmaq üçün, nifrətlərini, kinlərini qusmaq üçün, bilmirəm, biri əri ilə dava edir, birinin işdə problem olur, birinin anası ilə arası dəyir, birinin sevgilisi ilə arası dəyir. Hamı elə bir sosial mediaya kin qusmağa girir. Başa düşə bilmirəm səbəb nədir. Mən bu təkcə mənə aid deyil, yaxşısının da pisinin də rəylərində, qınanılası insanın da, qınanılmayacaq dərəcədə yaxşı imaj yaradan insanların da rəylərində bir qıraq tənqid, təhqir görürəm. Yəni pisə də eyni sözü yazırlar, yaxşıya da eyni sözü yazırlar. Elə bil acıq çıxmağa, iynə batırmağa sosial medianın cavab da verəndə belirlər. Bura sosial mediadır. Açıq şəkildə paylaşım edirsə nəzərə almalısınız ki, sizə qarşı tənqidlər oluna bilər. Amma tənqidlə təhqiri, tənqidlə qəlb qırmağı, tənqidlə adam iynələməyi səhv salırlar. İnsan tənqid eləyəndə də elə eləməlidir ki, qarşısındakinin qəlbi qırılmasın. Ona sən köməklik məqsədi ilə tənqid eləyə bilərsən ki, mənim balam, mənim bacım, mənim nə bilim dostum, tanışım, gözəl insan. Bu şəkildə eləyirsən, amma bu tərəfdən, bu bucaqdan bu məsələyə baxsan daha yaxşı olar. Yəni onu da yaxşı qəlblə, təmiz qəlblə, sirq ürəkdən eləmək lazımdır. Əgər birini sırf dəyişdirməyə çalışırsınızsa, köməklik eləməyə çalışırsınız. Amma bəziləri sırf həqiqətən dediyim kimi tikan batırmağa girirlər. O tənqid yazanlara əvvəl çox əsəbləşirdim. İndi acıyıram ki, gör nə dərəcədə bərbad bir həyatın içərisindədir ki, çünki xoşbəxt insan o hərəkəti eləməz. Xoşbəxt insan durub başqasını iynələməyə vaxt sərf eləməz. Xoşbəxt insan yəni həqiqətən belə şeylərə vaxt ayırmır. Odur. Yəni mən uşağı paylaşacağam, o bir uşaqları da paylaşacağım. Böyüyündə, kiçiyində, qızında, oğlanında fərqi yoxdur. 4 uşağımın 4-ündə, ailəmi də, bu mənim gündəlik həyatımı paylaşdığım vloqlardır. Günlüyüm kimi bir şeydir. Paylaşacağım. Kim görməmişlik elədiyimi düşünürsə, çox xahiş eləyirəm baxmasın. Başqası belə paylaşsa sürüşdürün, keçin. Deyəcəklərim bu qədər. Sabaha inşallah şey paylaşmaq istəyirik arkadaşlar. Görmürəm, eşitmirəm.